Salam dəyərli izləyicilər. Bugün sizə şahmat oyunun ilkin qaydaları, şahmat taxtası və fiqurlar haqqında geniş məlumat verəcəm. Bildiyimiz kimi, şahmat eramızdan əvvəl 6-cı əsrdə Hindistanda yaranmış çox qədim tarixə malik olan bir oyun hesab olunur. Şahmat taxtasında 64 xana, 32 fiqur vardır. Bunlardan 16-sı ağ, 16-sı qara rəngli fiqurlardır. İndi isə gəlin fiqurların düzülüşünə diqqət yetirsək, görərik ki, topların yanında atlar, atların yanında fillər, fillərin yanında vəzir və şah dayanıb. Fiqurların qarşısında isə piyadalar dayanır. Ağların 2 topu, 2 atı, 2 fili, 1 vəziri, 1 şahı və 8 piyadası vardır. Qaralarda da eyni ilə bu cür olur. Bir şey də qeyd etmək istərdim ki, hər bir vəzir öz rəngini sevdiyi üçün öz rəngində dayanır. Məsələn, ağ rəngli vəzir öz rəngini sevdiyi üçün ağ rəngli xanada, qara rəngli vəzir isə qara xanada dayanır. İndi isə şahmat taxtasında vəzir cinahı və şah cinahı haqqında məlumat verim. A, B, C, D şaquli xətlərinin əhatə etdiyi hissə vəzir cinahı adlanır. Y, F, G, H şaquli xətlərinin əhatə etdiyi hissə isə şah cinahı adlanır. Ümumiyyətlə, şahmat oyununda ən birinci oyuna ağ rəngli fiqurlar başlayır, sonra qaralarla oynayan cavab gedişi edir. Gedişlər növbə ilə edilir. Bugünlük dərsimiz bu qədər. Gələn dərslərimizdə görüşərik. Sağ olun.